Salamünaleyküm, mən bu yenə sizlərlə salamlıqla danışmaq istəyirəm. Mövzumuz isə son vaxtda olduğu kimi yenə əsəb nevroloji xəstəliklər və bunun səbəbləri yarada biləcəyi səbəblər. Müasir insan elə düşünür ki, xəstəliklər əsas apteklərdən, həkimlərdən, marketlərdən və yaxud qidalardan gəlir. Bu da əsrimizdə elə bir zamanıya gətirib çatırmışıq ki, ətrafda hamını günahlandırır. Həkim də bunun sağlamlığında günahkardır, aptekdə, marketdə, bazarda və yaxud qidalarımızda. Amma əslində qalanda insanın baş deyilən bir orqanı var, onun da içində beyin var. İnsanın beyni ki zədələndi, o məşhur kinoda deyir, bizim Azərbaycan kinosunda ki deyir, çalış gülləni bura at. Yadınıza gəlirmi? Uşağa öyrədərkən deyir ki, bura güllə girdi, dünyanın huri mələkləri də gəlsə çıxarda bilməz. İndi müasir dövrümüzdə güllə əvəzinə bəzən fikir, söz, adamın beyninə yerləşir, girir və onu çıxartmaq mümkün olmur. Və bu da bir insanın həyat ruhu ölübsə, həyat düşkünlüyü varsa, onu dünyanın o kinoda deyildiği kimi huri mələkləri də gəlsə qutara bilməz. Çünki insan ruhən qeyri-sağlamdırsa, insan ruhən ölübsə, sən onu qidalarla, dərmanlarla, həkimlərlə, nə bilim, başqa heç nəyini sağlada bilməzsən. İnsanın gərək ruhu sağlam olsun, ruhu sağlam olan, sağlam tək düşünmək deyil. Xəstəliyin özü də sağlam ruh, sağlam bədən. Bunlar hamısı biz müasir dövrümüzün əsas problemlərindən biridir. İnsanın gərək ruhu. Mən həmişə düşəndə deyirəm, nədən narazısın? Deyir, görmürsən ətrafda nə baş verir? Durub adam Ukraynanı müzakirə eləyir. Ukraynanın dərdini. Deyirəm, Ukraynaya baxanda hər bir bədbəxtçilikdən bir xoşbəxtçilik hiss edə bilirsə, deyir, o nə demək? Deyirəm ki, məsələn, Ukraynada adamlar ölür, uşaqlar ölür, bombardıman gedir və yaxud Qəzzaya bax, və yaxud Suriyaya bax, özünü xoşbəxt hiss edirsən, onun bizə nə dəxli var, deyir. Adam deyir, onun bizə nə dəxli var. Adam yaşadığından, bax, belə görsən, ruh yüksəkliyi, ölkəmiz tamam demək olar ki, bu bəladan qutardı, müharibəsi, cəmsi 44 gün müharibə getdi, insanlar heç bilmədi müharibə var, yoxdur. Amma Rusiyanın özündə belə, Ukraynada görsən, adamları küçədən tutub aparırlar, bizə 90-cı illərdə, 92-ci illərdəki kimi. Adamı küçədən çığırda basıb aparırlar müharibəyə. Hələ bəlli olmayan bir müharibəyə, bilinmir ki, sonu nədir bunun? Bax, Allah biləsindən gözləsin. Allahın verdiyi həyatı normal yaşaya bilmir müasir insan. Ancaq fikir, xəyal, düşüncə. Fikir adamın başı at kimidir. Onu mindin, çapdın, sürdün, getdin, bırax dincəlsin. İnsan beyni bıraxmır dincəlməyə.